Salam, axşamınız xeyir olsun. Biz bugün məntiqdən 2024-cü il qəbula düşmüş imtahan suallarının izahına baxacağıq. Gəlin keçid edək suallara. Birinci və ikinci sual bizdə analogiya və anaqram bölməsinə aiddir. Bu bölmədə sualları daha asan tapmaq üçün əvvəlcə sözlər arasında verilən qanuna uyğunluğa diqqət edəcəyik. Tapa bilmədiyimiz halda cümlədə işlədəcəyik. O zaman tapmaq daha asan olur. Təhlükə və qorxu. İndi inamsızlıq nə zaman baş verir? İnamsızlıqda deyəcəyik aldanma zamanı. Ona görə doğru cavab Y variantı. Gəlin keçid edək ikinci suala. Alüminium metal. Biz bilirik ki, alüminium metaldır. Küknar nədir? Küknar da ağacdır. Ona görə doğru cavab Y variantı. Üçüncü sual. Deyir ki, qanuna uyğunluğu pozan həddi tapın və onu doğru hədlə əvəz edin. Deməli, bu bölmə bizdə ədədi ardıcıllıqlardır. Ədədi ardıcıllıqlardakı indi verilən bu qanuna uyğunluğu pozan həddi gəlin tapaq. Baxın, 84 və 104 arasında nə qədər artım var, dəyişim var? Deyəcəksiniz ki, 20 vahid. Yəni 84-ün üzərinə 20 gələndə 104 eləyəcək. 66 və 84 arasında deyəcək üzərinə 18 əlavə eləyəcək. 50 və 66 arasında üzərinə 16 əlavə eləyəcək. İndi yoldaşlar, burada nə başa düşdük? 16, 18, 20. Bunlar hər biri 2 vahid arta-arta gedib. Onda burada hansı rəqəm olmalıdır? 14 vahid artmalıdır. Digəri isə 12 vahid artmalıdır. İndi gəlin görək bizdə ardıcıllıq düzgündürmü? Baxın, 24 ilə 34 arasında neçə vahid artma var? 10 vahid. Deməli, burada qanuna uyğunluq pozulub. Qanuna uyğunluğu pozan rəqəm hansı oldu? Əlbəttə ki, 34 oldu. İndi 34-ün yerinə doğru rəqəm hansı olmalıdır? Əlbəttə ki, 36 olmalıdır. Deməli, 24 və 36 arasında 12 vahid artım, 36 və 50 arasında isə 14 vahid artım var. Deməli, ardıcıllığın doğru həddi, yəni 24-dən sonra gələcək rəqəm 36 rəqəmi oldu. Dördüncü sual isə bizdə şəkil münasibəti və şəkil analizi. Bu bölmələr də yenə bizim imtahanın əsas suallarından biridir. Bu bölmədə fiqurların hansısa müəyyən bir bucaq altında dönmələrinə diqqət edəcəyik. 90 dərəcə, 180 dərəcə, 270 və yaxud 360 bunlara diqqət edəcəyik və rənglərə hər zaman diqqət edəcəyik. İndi gəlin birinci addımda baxaq. Birinci addımda yoldaşlar, baxın, burada qara simvol verilib sol tərəfdə, sağ tərəfdə isə bozdur, aşağı hissədə isə ağ dairədir. İndi görək ikinci gedişdə hansı çevrilmə olur. Baxırıq ki, yoldaşlar, qara rəng burada soldadır, burada hara keçib? Yuxarı hissəyə. Deməli, nə başa düşdük? Qara dairə saat əqrəbi istiqamətində bir addım irəli gedib. Onda başa düşdük ki, bütün fiqurlar saat əqrəbi istiqamətində hər gedişdə, addımda bir dəfə çevrilir. Ona görə də yoldaşlar, əgər burada yuxarı hissədədirsə də, üçüncü gedişdə hansı istiqamətdə olacaq? Qara yoldaşlar burada sağ tərəfdə olmalıdır. Amma görürsünüz, burada neynəyib? Sola keçib. Deməli, burada ardıcıllıq pozulub. Deməli, ardıcıllığı pozan şəkil hansıdır? Üçüncü addım gedişdədir. Doğru sağ tərəfdə qara olmalıdır. Qaradan sonra aşağı hissədə boz olmalı idi. Bozdan solda isə ağ dairə olmalı idi. Baxın, 4-də doğrudur, 5-də də doğrudur. Ona görə də ardıcıllığı pozan üçüncü addımdır. Doğru cavab D variantı. İndi gəlin 5-ci suala baxaq. 5-ci sual bizdə rebus bölməsi ilə bağlıdır. Bu bölmənin digər adı da, yoldaşlar, fiqur ədəd əlaqəsidir. İndi bunlar arasındakı gəlin qanuna uyğunluğu müəyyən edək. 16 və 14 rəqəmindən mən 8-i necə ala bilərəm? Deyirəm ki, 16-nı vuraram 4-ə. 16-nı 4-ə vuranda neçə eləyir yoldaşlar? Əlbəttə ki, 64. Əgər 16-nı 4-ə vuranda 64 etdisə, 64-dən kök neçə çıxır? Baxın, 8. Yəni 8-in kvadratı neçə eləyirmiş? 8-in kvadratı 64 edir. İndi gəlin görək digərlərində də doğrudurmu? 3-ü vuracam 12-yə. Eləyəcək 36.
Baxın, 6-nın kvadratı 36 edir. Yəni 36-dan kök 6 çıxır. İndi yoldaşlar, biz 28-i hansısa rəqəmə vurmuşuq, bilmirik. Nəticə hansı rəqəm alınıb, yenə də bunu da bilmirik. Amma bir onu bilirik ki, buradan alınan rəqəmdən kök 14 çıxır. İndi yoldaşlar, biz əvvəlcə 14-ün kvadratını tapmalıyıq. 14-ün kvadratı nə eləyir? Əlbəttə ki, 196 eləyir. Deməli, onda sual işarəsinin yerində düz 196 imiş. İndi yoldaşlar, 28-i biz neçəyə vursaq 196 eləyəcək? Əlbəttə ki, onun üçün 196-nı böləcəksiniz 28-ə, deyəcəyik 7. Deməli, doğru cavab B variantı. 6-cı suala baxaq. 6-cı sualda düzbucaqlının içərisində verilən 44 rəqəmini biz 4 və 8 rəqəmindən almalıyıq. Gəlin görək necə tapa bilərik. Deyirəm ki, mən 4-ü vuracam 8-ə, eləyəcək 32. 4-ün üzərinə 8 gələcəm, eləyəcək 12. Yoldaşlar, 32 ilə 12-nin cəmi neçə eləyir? 32 ilə 12-nin cəmi əlbəttə ki, 44 edir. Deməli, nə başa düşdük? Yəni 4 və 8 rəqəminin bir dəfə hasilini götürdük, bir dəfə isə cəmini götürdük. Alınan nəticələri isə topladıq. İndi yerində qalan da eyni qayda ilədir. Gəlin sual işarəsinin içərisində, yəni fiqurun içərisində olan sual işarəsi olan rəqəmi tapmış olaq. 7-ni vuracaq 9-a. 7 dəfə 9 eləyəcək 63. 7-nin üzərinə 9 gələndə eləyəcək 16. 63 və 16-nın cəmi neçə eləyəcək? Deyəcək ki, 79. Ona görə də doğru cavab D variantı. Gəlin 7-ci suala baxaq. 7-ci sual bizdə 7 və 8 aşkar operatorlar bölməsinə aiddir. Ona görə də aşkar operatorlar bölməsi, bu da bizim yenə imtahan suallarının əsasını təşkil edir. Burada isə 7-də bizdə qeyri-aşkardır, 8 isə aşkar operatordur. Qeyri-aşkar operatorlar, yəni deyəndə, baxın, bu ortada K bizdə operator işarəsidir. 11 operatorun solunda yazılmış rəqəmdir. Bəzən sual nümunələri olur, operatorun sağı da verilir, amma burada tək tərəfli verilib. İndi biz 11 rəqəmindən 30 rəqəmini almış olarıq. Ümumi olaraq qeyri-aşkar operatorlarda operatorun verilən istər solu olsun, istər sağı olsun, bu rəqəmləri istənilən rəqəmə vurmaq, bölmək, toplamaq, çıxmaq haqqımız var. İndi yoldaşlar, 11-i vuracam özümdən 3-ə, eləyəcək 33. 33-dən neçə çıxsam 30 qalacaq, 3 çıxsam qalacaq 30. Onda nə başa düşdüm? 11 rəqəmini 3-ə vurub 3 çıxdım. Deyirsiniz, ay müəllimə, 3-ü hardan aldınız? Axı mən sualı izah etməzdən əvvəl dedim ki, qeyri-aşkar operatorlarda istənilən rəqəmə vura bilərsiniz, bölə bilərsiniz, çıxa bilərsiniz. Yəni bunlar doğru qaydalardır. Ona görə də 15-i gəlin 3-ə vuraq, 3 çıxaq, görək doğrudurmu? Həmişə bir sualın cavabında, yəni birincisində doğru cavab alsaz. Yəni buna hər zaman arxayın olmayın. Mütləq şəkildə ikinci və üçüncünü də yoxlamağa çalışın. Bəzən sual çaşdırıcı olur. Birincidə tapdığımız yol və yaxud da qayda doğru olub cavabı tapmış ola bilərik. Digərlərində ödəməmiş də ola bilər. Ona görə sona qədər hər zaman yoxlamaq lazımdır. 15-i 3-ə vuranda eləyəcək 45, 45-dən də 3 çıxanda 42. Deməli, doğru cavab. 20-ni vuracaq 3-ə, çıxacaq 3, eləyəcək 57. 8-i vuracaq 3-ə, çıxacaq 3, eləyəcək 21. Deməli, doğru cavab nə oldu? A variantı. İndi gəlin 8-ci suala baxaq. 8-ci sual bizdə aşkar operatorla bağlıdır. Aşkar operatorlarda, yəni ortada verilən bu qara damla işarə, simvol işarəsi bizdə operator sayılır. Hər zaman yadınızda saxlayın. Operatorun solu soluna bərabərdir, sağı isə sağına bərabərdir. Bunu bir qayda olaraq yadınızda saxlayın. İndi gəlin yazaq onda. 3b kvadratı bərabərdir 108-ə. Onda b kvadratı nəyə bərabər olacaq? Onun içərisində 3 dəfə 36-ya. B də bərabər olacaq 6-ya. Yəni neçənin kvadratı 36 edir deyəcəksiniz 6-nın. İndi yoldaşlar, biz B-nin qiymətini tapdıq 6. Bəzən həmkarlar yadından çıxıb, deyir A-nın qiyməti 108-dir və hesablamaq üçün 108 yazıb hesablayır.
Ona oxşar da cavab tapa bilərsiniz. Amma heç vaxt yadınızda saxlayın. Kvadratdır, kubdur, kökaltı ifadələrdir, kəsrlərdir, mötərizə şəklində verilən yazılışlardır. Bunlarda heç vaxt A-nın, B-nin qiymətini götürməyin. Əvvəlcə dəyişənin qiymətini tapın, ondan sonra aparıb sağ tərəfdə yerinə qoyaraq hesablamaq lazımdır. İndi gəlin A-yı da tapaq. B kubu bərabərdir 125-ə. Onda A da bərabər olacaq. Neçəni 3 dəfə öz-özünə vuranda 125 eləyəcək. Deyəcəksiniz 5-i. Yəni 3 dənə 5-i bir-birinə vuranda 125 eləyəcək. Kub o deməkdir. İndi yoldaşlar biz A-nın qiymətini tapdıq. B-nin qiymətini də tapmışıq. Gəlin hesablayaq. 2 vuraq 5, üzərinə gələk 6, minus 7. Bu da eləyəcək 10, 16, 16-dan da 7 çıxanda əlbəttə ki 9. Doğru cavab Y variantı. Gəlin baxaq 9-cu suala. 9-cu sual yoldaşlar bizdə şəkil analizi ilə bağlıdır. Bu bölmənin digər adı da ilgəhlərdir. Burada diqqət edəcəyimiz nədir? Əvvəlcə hər bir dairədən çıxan qolların sayına mütləq diqqət edəcəksiniz. Gəlin qol saylarını yazaq. Z-də qol sayı 1 dənə, T-də 2 dənə, B-də 3 dənə, H-da 3 dənə, M-də 2 dənə, F-də də 3 dənə. Yəni söhbət bunlardan gedir. Bax, bu qol saylarından gedir yoldaşlar. İndi keçirsiniz sağ tərəfə. Yenə eyni qayda ilə qol saylarını yazaq. Çünki bu zaman daha asan tapacağıq. İndi yoldaşlar, baxın, bir dənə qol sayı olan hansı dairədən, yəni bircə dənə qol keçidi var, deyəcəksiniz Z. Onda bizim sadəcə bir dənə qol sayı olan deyəcək Z-dir. İndi bu Z dairəsinin birləşdiyi dairə hansıdır yoldaşlar? Baxın, işarələdim. Bu Z dairəsinin birləşdiyi dairə B-dir. Onda bizim bu Z-in birləşdiyi dairə olacaq B. B həm də 3 qolludur, doğrudur. İndi bu B-nin birləşdiyi 3 qollu hansıdır? Bax, bu B-nin birləşdiyi 3 qollu H-dır. Onda bu B-nin də birləşdiyi 3 qollu olacaq H. Deməli, X-a tapdıq H. Bunu bildik. İndi bizim sol tərəfdə verilən misalda neçədən 3 qollu var yoldaşlar? Biri B-dir, digəri H idi, digəri isə F-dir. Biz B və H-ı tapdıqsa, digər 3 qollumuz hansı qaldı? F qaldı. Onda bu Y yazılan hansı qol olacaq? Əlbəttə ki, F qol olacaq. Bu da bizim oldu. Doğru cavabımız A variantı. Gəlirim 10-cu suala. 10-cu sual məsələlərlə bağlıdır. Təqvim məsələsidir. Yoldaşlar, məsələ deyəndə bəzən ola bilir təqvim məsələsi də düşə bilir, yaş məsələsidir, ehtimal məsələsidir, faiz məsələsidir, kater, sürət. Yəni bu məsələlər hər zaman mütləq şəkildə sual olaraq var. Ona görə də bu hətta blok məsələsi, yəni bina blok məsələsi, bunlara da diqqət edəcəksiniz. İndi gəlin 10-cu sualda görək nə deyir bizə. Deyir 22 mart 2018-ci il cümə axşamıdır. Cümə axşamı. Nəyi soruşur? 21 mart 2020-ci il. Yoldaşlar, burada əslində aylar eynidir. Mart. Bəzən elə misallar var ki, elə məsələlər var ki, orada aylar arasında da fərq olur. Məsələn, martı verir, mayı soruşa bilir, iyunu soruşa bilir, iyulu soruşa bilir. Hər zaman aylar arası keçid fərqlidir, illər arası keçid fərqlidir. Bunların hər birinin özünün həll yolları var. Əvvəlcə bu qaydaları bilmək lazımdır. İndi yoldaşlar, biz 2018-dən 2020-ci ilə gəlmək üçün arada hansı il var? 2019-cu il var, sonra isə bizim üçün 2020-ci il var. İndi digər bilməniz nədir? Biz bilirik ki, fevral ayı 28-dən də ola bilir, 29-dan da ola bilir. Bu hansı hallarda ola bilir? Ümumi olaraq, əgər 365 və yaxud da 366 gündən ibarət olduğu hallarda, yəni buna deyirik ki, qısa il və uzun il. İndi bizdə 2018-dən 2019-cu ilə keçəndə burada fevral ayı fevral ayı yox, ümumi ilimiz 365 gündən ibarətdir. Yəni bu qısa ildir.
Fevral ayı burada 28-dən ibarətdir. Nədən bildim fevral ayı 28-dəndir? Yadınızda saxlayın. Verilən ilin son iki rəqəmi 4-ə bölünmürsə, baxın, 4-ə bölünmürsə, çünki 2019 4-ə bölünür yoldaşlar, tam bölünmür. Ona görə də burada il 365 gündən ibarət olur. Yəni bu bizim üçün qısa il sayılır. Ona görə də burada qısa illərdə verilən günün üzərinə bir əlavə edirsiniz. Yəni bir gün sonraya keçid edir. Onda 2019-cu il hansı günə düşəcək? Əlbəttə ki, cümə gününə düşəcək. Bunu bildik. Deməli biz 2019-cu ilin cümə gününə düşdüyünü bildik. İndi keçid edirəm 19-dan 2020-ci ilə. 2019-dan 2020-ci ilə isə burada ilimiz 366 gündən ibarətdir. Yəni fevral ayı 29-dandır. Çünki 2020-ci il 4-ə bölünür. 4-ə bölündüyünə görə yoldaşlar, onda üzərinə mütləq şəkildə 2 əlavə edəcəksiniz. Onda cümə günündən sonra 2 gün saysaq hansı günə düşür? Əlbəttə ki, gəlir bazar gününə düşür. İndi biz nəyi tapdıq? Bunların hər biri yoldaşlar 22 mart üzərindədir. Biz tapdığımız ay və gün martdan ibarətdir. 22 martdadır. Sadəcə biz neynədik? İllər arası keçidi tapdıq. Yəni 18-dən 19-a, 19-dan 20-yə. Artıq 2020-ci il 22 martın bazar günü olduğunu bildimsə də, 22 mart bazar günüdürsə də, onda məndən nəyi soruşur? Baxın, 21 martı soruşur. 21 mart hansı gün olacaq? Bazar günündən, yəni bir gün öncəni soruşur. Bu da bizim üçün deyəcəyik şənbə. Bu da oldu bizim sualın cevabı. Doğru cevap B variantı. İndi yoldaşlar bizdə burada aylar arası keçid olmadı. Bəzən dediyim kimi elə məsələnin nümunəsi ola bilər. Burada aprel, may, məsələn mayın 21-ni soruşar, mayın 22-sini soruşar. Burada artıq biz aylar arası keçidə baxacağıq. Yəni martdan maya qədər və yaxud da iyuna, iyula qədər əvvəlcə o ayları yazacaqsınız. Hər ayda neçə gün varsa da o günləri yazacaqsınız. Sonra ümumi günlərin sayını tapacaqsınız. Məsələn, tutaq ki, martdan maya deyirsə də mart, may, yəni hər biri neçə gündən ibarətdirsə də onların gün sayının cəmini tapacağıq. Sonra bilirik ki, bir həftəmiz 7 gündən ibarətdir və ümumi gün sayını həftəyə böləcəksiniz. Həftəni əvvəlcə tamamlayacağıq. Orada qalan qalıq gün isə bizim var olan günümüzdən sonra sayılmış olacaq. Ona görə də illər arası keçid fərqlidir, aylar arası keçid fərqlidir. Bunu da hər zaman yadınızda saxlayın. Deməli, biz bugün sizlərlə məntiqdən 10 dənə sual izahına baxdıq. Yəni 2024-cü il imtahana düşmüş qəbul suallarına baxdıq. Umarım faydalı oldu. Baxaraq bilmədiklərinizi öyrənmiş oldunuz. Hələlik sağlıqla qalın.